uşaqlıqda çeynədiyimiz kent saqqızı və onun istifadə etdiyi 3 marketinq həmləsi. O zamanlar kent saqqızı var idi. Həm ləzzətli idi, həm də ki başqa bir amil var idi ki, orada biz o saqqızları alırdıq. Fikirləşdim ki, bunu bizə necə pazarlayırlarmış uşaqlıqda yəni. Futbol başqa bir alətdir. Hər hansı bir markanın pazarlanmasında. Yəni biz uşaqlıqda futbola maraq saldığımızdan onlar kent saqqızını futboldan alət kimi istifadə edərək bizə pazarlayırlarmış. Bu işin bir tərəfi. İkinci tərəfi, deməli bunlar 70 ədəd olan bu rəsmlərin içərisində 2 dənə rəsm var idi ki, onlar gec tapılırdı. Onlar Ronaldo oynayan o zamanın məşhur oyuncusu. Zidanın şəkilləridir. Biri 46 nömrə idi, biri 4 nömrə idi. Biz o rəsmləri tapmaq üçün nə qədər saqqız alırdıq. Yəni həmin markaya nə qədər xeyir verilmişik. Bu ikinci marketinq həmləsi. Üçüncü marketinq həmləsi nədən ibarətdir? Baxın, insanı insan kimi tanımaq əslində ona edəcəyiniz həmlələrin də təsirini onun müqabilində qaldırmış olur. 70 ədəd olan bu kağızı biz tamamlamaq üçün bəlkə gündə nə qədər saqqız alırdıq. Gestalt prinsiplərinə görə bu psixoloji bir tədqiqatdır. 3 Almanın etdiyi 1900-cü ilin əvvəllərində səhv etmirəmsə. Biz bir şeyi natamam görməyi sevmirik. Mütləq ki, istəyirik ki, həmin o nədirsə artıq onu tamamlayaq. Məsəl üçün, LinkedIn profilindəki məlumatlarınızın tamamlanması kimi. Orada bir işarə var ki, siz onu mütləq tamamlamaq istəyirsiniz. Bax, biz uşaqlıqda da istəyirdik ki, bu yarımçıq qalan işi tamamlayaq və bir baxıma öz dostlarımız arasında da bunu tamamladığımıza görə öyünək.